Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə Cənubi Azərbaycan 1917-1920-ci illərdə olan mövzu haqqında danışacağıq. İlk növbədə biz deyirik ki, 1-ci Dünya müharibəsində nə baş verdi? Qacarlar dövləti özünü bir tərəf elan edir, amma buna baxmayaraq Cənubi Azərbaycan dedi ki, hərb meydanına çevrilmişdi. Bu da nə idi? Həm şah rejimi, eyni zamanda yadelli işğalı oradakı o Cənubi Azərbaycanda olan əhalinin vəziyyətini ağırlaşdırırdı, narazılıqlara səbəb olurdu. Amma biz dedik axı keçdik sizdən 1917-ci ildə fevral inqilabı baş verdi ki, Çar hökuməti devrildi. Eyni zamanda Şimali Azərbaycanda milli azadlıq hərəkatı yüksəldi. Bu cənubda yaşayan soydaşlarımızı ürəkləndirdi. Elə bir onlar da istədilər ki, bunlar bacarıq, biz də bacararıq. Mübarizə aparmağa başlayırlar. Biz bura qeyd eləmişik ki, Azərbaycan Əyalət Komitəsi. İlk növbədə bunu bilmərik ki, İranda, yəni Qacarlar dövlətində bir dənə partiya var idi. İran Demokratik Partiyası. Həmin İran Demokratik Partiyasının da komitələr, yəni filialları var idi. Biz bildik ki, Qacarlar dövləti 4 əyalətdən ibarət idi ki, onların əyalətlərinin biri də hansı idi? Cənubi Azərbaycanda, yəni biz Cənubi Azərbaycan deyirik. Azərbaycan əyaləti. Onun kimi də İran Demokratik Partiyasının bir şöbəsi də Azərbaycan Əyalət Komitəsi idi ki, Cənubi Azərbaycanda yerləşirdi. Bu nə idi? Nə məsələdir? Bu biz deyirik ki, buna Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi. Əsasən bunlar kimə qarşı mübarizə aparırdı? Şah rejiminə qarşı, bir də işğalçı yadellilərə qarşı mübarizə aparırdılar. Mətbuat orqanları nə idi? Təcəddüd qəzeti idi ki, farsça nəşr olunurdu və 1917-ci ildən nəşr olunmağa başlamışdı. Sonradan 1917-ci ilin avqustunda həmin İran Demokratik Partiyasının Azərbaycan Əyalət Komitəsində konfrans keçirildi, Təbriz konfransı. Və həmin konfransda İran Demokratik Partiyası ilə onun filialı arasında fikir ayrılığı formalaşır deyə artıq Əyalət Komitəsi özünü nə elan eləyəcək? Azərbaycan Demokratik Partiyası. Yəni artıq bu Azərbaycan Demokratik Partiyasının İran Demokratik Partiyası ilə əlaqəsi yoxdur. Hər ikisi müstəqil partiyadır. Amma Azərbaycan Əyalət Komitəsi İran Demokratik Partiyasının bir filialı idi. Dedik ki, 1917-ci ilin avqustunda Azərbaycan Demokratik Partiyası yarandı. Başçısı kim olur? Şeyx Məhəmməd Xiyabani. Və eyni zamanda deyir Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Demokratik Partiyanın mərkəzi komitəsi də təşkil olunur. Bəs yaxşı, bu Xiyabani və onun ətrafı bunların istədikləri nə idi? Çalışdıqları nə idi? Bunlar istəyirdilər ki, xarici işğalçılar ölkədən qovulsun. Eyni zamanda Qacarlar dövləti demokratikləşsin. Yəni bunlar respublika, dövlət qurmaq fikirləri yox idi. Bunların istədiyi o idi ki, Qacarlar dövləti dursun yerində, amma demokratik olsun. Və bunlara da muxtariyyət versin. Muxtariyyətin fərqi yoxdur. Ərazi muxtariyyət də ola bilər, milli mədəni muxtariyyət də ola bilər. Yəni bunların tələbləri əsasən muxtariyyət tələbləri idi. Qeyd eləmişik burada Azərbaycan Demokratik Partiyasının yaratdığı komissiyalar. Bəli, dedik axı ölkədə vəziyyət pis idi, möhtəkirlik var idi, aclıq var idi. Niyə? Çünki bir tərəfdən şah hökumətinin yaratma siyasəti, eyni zamanda yadelli işğalçıların orada olması gətirib əhalinin vəziyyətini pisləşmişdi. Ona görə Azərbaycan Demokratik Partiyası komissiyalar yaratdı. Məsələn, ərzaq komissiyası nə idi? Gedirdilər, varlı adamlardan taxıl alırdılar, çörək bişirirdilər, ucuz qiymətə əhaliyə paylayırdılar. Eyni zamanda məhəllə komissiyası var idi ki, ağsaqqalları yığırdılar ki, məhəllənizdə nə qədər yoxsul ailələr varsa, onları müəyyənləşdirin ki, neyiniyək? Verək ərzaq komitəsinə, ərzaq komitəsi onlara çörək yardım eləsin. Məsələn, yoxsullar evi var idi. Bugünkü gün biz qocalar evi deyirik. Məsələn, yoxsullar evində kimlər var idi? Əsasən yaşlı insanlar idi, kimsəsizlər idi, kasıflar idi. Yəni ehtiyaclı insanlar üçün yoxsullar evi yaradılmışdı. Sonradan var idi, məsələn, iyanə komissiyası var idi. Nə idi iyanə komissiyası? Onlar da heç nə, elə adından gördüyümüz kimi pullulardan iyanə toplanılırdı, kasıblar üçün xərclənirdi. Və bu işlərin hamısına da elə Xiyabani özü nəzarət eləyirdi. Vəzifəsini də pis yerə yetirənləri Təcəddüd qəzetində deyirik ki, ifşa edirdi. Sonra qeyd eləmişik ki, hərəkatın genişlənməsi. Bəli, artıq deyirik 1917-ci ilin yayından sonra Azərbaycan Demokratik Partiyasının fəaliyyətində nə baş verdi? Yeni bir mərhələ başlayır.
Məsələn, daha geniş əraziləri əhatə eləməyə başlayır. Deyirik ki, əvvəllər Təbrizdə idi. Necə ki, İran Demokratik Partiyasının Azərbaycan Əyalət Komitəsi var idi, şöbəsi, filialı. Onun kimi də Azərbaycan Demokratik Partiyasının Cənubi Azərbaycanda digər şəhərlərdə filialları açılmağa başladı. Və hətta deyirik ki, bütün şəhərlərə yayılır, eyni zamanda şimala da gedib çıxmışdı. Bakıda da təşkil olunmuşdu Azərbaycan Demokratik Partiyasının bir qolu. Hətta nə dedik onu? Dedik ki, onlar Azərbaycan qəzeti nəşrləndirirdilər Bakıda. Və eyni zamanda artıq Xiyabani deyirik ki, bu işdə daha çox mətinləşir və nə baş verdi? Mitinglər 1917-ci dekabrında mitinglər keçirildi. Həmin mitinglərdə tələb elədilər ki, İngilispərəst olan baş nazirləri var idi də Qacarların, Vüsüqü dövlə. O istefa versin. Və eyni zamanda Qacarlar dövlətində demokratik islahatlar keçirilsin, demokratik hökumət təşkil olunsun. Və bunun nəticəsində elə 1917-ci ilin dekabrında Vüsüqü dövlə neynədi? Məmurları ilə birlikdə istefa verdilər 1917-ci ilin dekabrında. Eyni zamanda yazmışıq İngilis-Qacar münasibətləri. Bəli, dedik ki, artıq 1918-ci ilin yanvarında Rus qoşunları Cənubi Azərbaycandan çıxarılır. Yerinə kim gəldi? İngilislər. Biri gedib, o birisi gəlirdi. Yəni vəziyyət o cür idi. İngilislər gəlir. İngilislərin də məqsədi nə idi? Dedi ki, 1918-ci ilin yanvarında General Densterlev var idi. Biz münaqişədə adını eşitmişdik. Gəlməli idi ki, həmin o Densterlev Əncəlini tutmalı idi, Rəşdi tutmalı idi, daha sonra Bakını tutmalı idi. Çünki Bakı yollar çox önəm verirdi axı İngilislər. Bakı nefti var idi. Sırf Bakıya görə istəyirdilər ki, Osmanlının əlinə keçməsin. Hətta dedik ki, 1918-ci ildə Mudros barışığından sonra Osmanlı dövləti 1918-ci ilin noyabr ayında Şimali və Cənubi Azərbaycandan çıxarılır. Ondan sonra elə bütün Cənubi Azərbaycanı işğal elədi həmin o İngilislər. Hətta biz bura qeyd eləmişik ki, 1919-cu il İngilis-Qacar sazişi. Bəli, 1919-cu il avqustunda Qacarlarla İngiltərə arasında saziş bağlandı. Nə idi bu saziş? Heç nə, bir növ elə bir İngiltərə Qacarları özündən asılı vəziyyətdə salırdı. Bu da artıq Cənubi Azərbaycanda milli azadlıq hərəkatının daha da yüksəlməsinə gətirib çıxartdı. Bayaqdan o birisinə mübarizə aparırdı, indi keçib bu birisinə mübarizə aparırlar. Neynədir? Artıq Şeyx Məhəmməd Xiyabani dedi ki, xalqa açıq mübarizəyə çağırmaq lazım. Yəni boş-boş oturub gözləməklə heç bir şey dəyişəsi deyil. Hətta biz qeyd eləmişik bura 1920-ci il aprel ayında. Bəli, gördü vəziyyət pisdir. Hətta dedik 1920-ci ilin aprel ayında Azərbaycan Demokratik Partiyasının bir neçə üzvü həbs edildi. Bu da nəyə gətirib çıxartdı? Təbrizdə silahlı üsyana gətirib çıxartdı. Bəs yaxşı. Hətta biz yazmışıq İctimai İdarə Heyəti. Bəli, üsyanın gedişində üsyana, o Təbriz üsyanına rəhbərlik eləməkdən ötürü Şeyx Məhəmməd Xiyabani başçılıq ilə İctimai İdarə Heyəti yaradıldı. İİH yazılır, bax həmin məsələdir. Bəs yaxşı, Təbrizdəki 1920-ci il aprel üsyanının nəticəsi nə oldu? Yazmışıq ki, nəticəsi. Nəticəsi oldu ki, üsyançılar 2 gün ərzində bütün dövlət idarələrini ələ keçirdilər. Həmin o İctimai İdarə Heyəti var idi. Bəli, o götürdü bütün dövlət məmurlarını, hərbiçiləri Təbrizdən qovdu. Yəni silahlı üsyan qan tökülmədən qələbə qazandı. Hətta üsyan qələbə çalandan sonra Şeyx Məhəmməd Xiyabani çıxış eləyir. Deyir ki, bu gündən biz nə olduq? Azadistan, yəni azadlıq ölkəsi adlandırmağa başladı. Niyə bir növ özün bizdən uzaqlaşdırmaq istəyir? Çünki Azərbaycan şimalda var idi Azərbaycan Xalq Cümhuriyyəti. Məsələ oradadır. Azərbaycan Xalq Cümhuriyyəti şimalda var və biz də İngilispərəst bir mövqedəyik. Bunlar da İngilislərə qarşı mübarizə aparır. Ona görə istəmir ki, bizlə özün yaxınlaşdırsın. Ona görə də dövlətin adını Azadistan adlandırdı. Bəli, belə bir vaxtda artıq buna xeyir eləyən bir hadisə baş verir. Çünki Sovet Rusiyası nə edir? Denikin ordusunu güya izləmək adı ilə gəlirlər Əncəl limanına qoşun yeridirlər. Və oradakı o yerli kommunistlərlə əlaqə yaradıb Gilanda Sovet hakimiyyətini elan edirlər 1920-ci ilin iyun ayında. Bu artıq deyirik ki, Azərbaycan Demokratik Partiyasının mövqeyini gücləndirdi. Niyə? Biri var Qacarlar, təkcə bunlarla mübarizə aparar. Bir də var ki, Gilanda da Sovet hakimiyyəti qurub, onlarla da mübarizə aparmalıdır. Xiyabani Gilan Respublikası ilə əlaqələr yaratsa da onların köməyini, yardımını rədd eləyir. Aha, bura kimi məsələ aydındır. Bura biz qeyd eləmişik ki, 1920-ci il milli hökumət nə deməkdir? Bəli, 1920-ci il iyun ayının 23-də Azərbaycan Demokratik Partiyası müvəqqəti hakimiyyət orqanı kimi nəyə yaratdı? Xiyabaninin başçılığı ilə milli hökuməti yaratdı. Bəli, dedik ki,
milli hökumət tədbirlər görmüşdü. Məsələn, hərb sahəsində tədbirlər nə idi? Dedi ki, müdafiə qüvvələrinin hazırlanmağa çalışdı. Eyni zamanda deyir ki, şəhər əhalisindən, digər yerlərdən gəlmiş kəndlilərdən sayı 12 minə çatacaq. Milli qvardiya yaradılmasına başlanılsın. Bundan başqa şəhər əhalisindən jandarma, polis dəstələri təşkil olunsun ki, elə biz deyirik ki, milli hökumətin əsas dayağı jandarm idi. Elə onu məhv eləyən də jandarm olur da. Alladıb çıxıb gedir güya üsyanla, nə deyirlər ona? Soyğunçuları zərərsizləşdirmə adı ilə gedir deyə üsyan yatır. Bunların süqutu uğrayır milli hökumət. Eyni zamanda idarəetmə islahatları nə idi? Bəli, dedi ki, Azadistan yazılan lövhələr nümayiş elətdirilir. Amma nə var idi? Lövhələr üzərində Qacarlar dövlətinin gerbi var idi. Bu da nəyə göstərirdi? Bu da onu göstərir ki, bunlar müstəqil dövlət yaratmaq istəmirdilər. Qacarların tərkibində milli muxtariyyət hüququ istəyirdilər. Çünki bunlar da türk, Qacarlar da türk dövləti. Yəni bunlar müstəqil dövlət yaradım deyə bir şey olmuyor bunlarda. Sadəcə olaraq bunlar istəyirlər ki, Qacarlar demokratik olsun. Bunlar da həmin demokratik dövlətin tərkibində milli muxtariyyətləri olsun. Milli muxtariyyət birlikdə ərazi muxtariyyəti odur ki, bütün ərazinin daxili işlərinə sən baxırsan, xarici işlərinə o kimin tərkibindəsənsə o baxır. Bir də var ki, milli muxtariyyət. Yəni öz ana dilimdə oxuyum, ana dilimdə təhsil alım. Yəni bunlar heç ərazi muxtariyyəti istəmirdilər. Milli muxtariyyət istəyirdilər. Və bundan başqa dedik ki, maarifdir, mədəniyyətdir, ədliyyədir, hərb işlərdir. Bunlar üzrə idarə və nazirliklər də yaradıldı. Yəni idarəetmə islahatından söhbət gedirsə milli hökumətin. Sonra sosial-iqtisadi islahatlar keçirildi. Məsələn, Təbrizdə xalça fabrikinin tikintisinə başlanıldı. Bundan başqa şəkər zavodudur, toxuculuqdur. Bu müəssisələr yaradılmağa başlayır. Məsələn, Milli Bankın açılması, pul islahatlarının keçirilməsi planlaşdırılır. Keçirilmir ha, planlaşdır. Yəni arzu edirlər ki, pul islahatı keçirək, milli bank açaq və bunlar üçün bəli planlaşdırılır. Və eyni zamanda təhsil sahəsində də islahatlar keçirildi ki, nə edirdilər? Əhalinin savadlanması üçün xüsusi diqqət yetirirdilər. Məsələn, kəndlərdə, şəhərlərdə pulsuz məktəblər açıldı. Hətta Təbrizdə pulsuz qız məktəbi açıldı ki, bu Qacarlar dövləti deyir ki, nadir bir hadisə oldu. Çünki pulsuz qız məktəbi söhbəti onlarda yox idi həmin dövrəyə qədər. Yaxşı, milli hökumətin tədbirlərindən danışdıq. Hidayət müxbir səltənə. Bu nə məsələdir? Artıq fikirləşirlər ki, Azadistandır, Azadistanın uğurları var. Bu başlayır Qacarlar dövlətinə narazılıq salmağa. Və eyni zamanda ingilislər də o tərəfdən Bakı neftinə can atırdı. Ona görə də deyirlər ki, bu hərəkatı yatırmaq lazımdır. Və Tehranda hücum planı hazırlanır və hətta hücum planına uyğun olaraq Hidayət müxbir səltənə var idi. Deyirik, vali sifəti ilə sentyabr ayında getdi Təbrizə, Xiyabani ilə danışıqlar apardı. Və həmin o müxbir səltənə nə edir? Qazax briqadası vardı. Onları özünə tərəf çəkir. Eyni zamanda milli hökumətin dediyi əsas dayağı nə idi? Jandarm idi də. Həmin jandarmın başına duran Mir Hüseyn Haşimi var idi. Onu ələ alırlar ki, sən müdafiəni qoy kənara çıx ki, biz rahat işimizi görə bilək. Bəli, o da deyir milli hökumətin heç razılığını almadan çıxır, Təbrizdən çıxır, güya nədir? Ətrafda müəyyən quldur dəstələr var, onları cəzalandırmağa gedirəm. O adından gedir və ondan sonra deyirik ki, artıq savunması yaxalayırlar da milli hökuməti. 1920-ci ilin sentyabr ayının 12-sində Təbrizə hücum eləyirlər. Bəli, deyirik, hətta Azərbaycan Demokratik Partiyasının silahlı dəstələri var ki, 2 gün ciddi müqavimət göstərir, lakin mənasız olur. Çünki onlar yaxşı silahlanmışdı, sayca çox idi. Gəldilər, Alaqapını ələ keçirdilər, Təcəddüd qəzetinin binasını yandırdılar. Hətta deyirik, son nəfəsinə kimi vuruşan Xiyabani də sentyabr ayının 14-də şəhid oldu. Və bununla da üsyan qan içərisində boğuldu. Yəni milli hökumət süqut etdi. Bundan başqa biz